Keçən videonun bəhsi olan dondurma reklamına yanıt olaraq Aya Prima story qoyub və gəlin baxaq o nə deyir. Şimdi gözləyirəm ki, Almond Baker həmin videonun altına yazılan kommentləri görüb, biraz da olsa utanıb, həmin videonu silib və çıxıb bir statement olsa, bir yazılı formatda da olsa Azərbaycan qadınlarından üzr istəsinlər. Nə az nə çox bizi dondurma ilə müqayisə edirlər. Amma video hələ yerindədir və ard-arda elə videolar gəlir və həmin videolarda kişilər yəni tarix üzbəyə daxil olmaqla çox da belə alın dolan deyirlər də, yəni maska deyirlər. Nə boy buxum var, nə bir fason, amma həmin videolarda 2 dənə video çıxıb ondan sonra heç bir kişinin saralmış dişləri ilə, heç bir kişinin tökülmüş saçları ilə, heç bir kişinin çıxmış qarnı ilə heç kim məzələnmir. Və həmin birinci videoda durur. Yəni siz kimsiz ki, bir qadını iki kateqoriyaya bölüb, süni və təbii, onu dondurma ilə müqayisə edirsiniz. Elə bilirsiniz, bu söhbət burada elə belə qalacaq. Və bilirəm ki, çox adam bu mövzuya toxunub, fikir bildirib, həm Instagramda, həm TikTokda demək olar ki, çoxsunu görmüşəm. Amma mən özümü tanıyıram, izləyicilərimi də tanıyıram. Və bilirəm ki, bir çox insan elə okurdan, hər gün mənim səhifəmə girib baxırlar ki, görüm mən video paylaşmışam bu mövzuyla bağlı. Yəni mən video paylaşsam, yenə aləm dəyəcək bir-birinə. Çünki söhbət burada bu reklamadan getmir, mənim öz başqa söhbətlərim də var da keçmişdə. Mən oradakı qalan ürək sözlərimi də qatacağam bu videoya. Yəni olanlar olacaq. Ona görə bir gün də sizə vaxt verirəm. Ya o videonu silib, çıxıb Azərbaycan qadınlarından üzr istəyirsiniz. Ya mən elə video paylaşacağam ki, ondan sonra məni yığıb, məndən heç nə xahiş eləməyin, məndən heç nə tələb eləməyin. Məni birdən kimsə yığıb nəsə mənə deyər. Mən isə o bu deyiləm. Qabaqçıdan bilmiş bizi. Mən şəxsən Almond Bakerin məhsullarını bəyənirəm. Dietik reseptləri var, tortlar, tez sifariş verirdim. Ya da harca gedəndə alırdım. Çünki bu söhbət davam edənəcən mən oradan acından ölsəm belə heç nə sifariş vermərəm. O qədər başqa alternativ var. Gedərəm, başqa yerdən alaram, amma sizə xeyir vermərəm. Və həmin videodan sonra mənim izləyicilərim də yenisini edəcək. Səhv etmək pis şey deyil. Günahı boynuna almamaq pisdir. Siz indi fikirləşirsiniz ki, videonu silsək, o deməkdir ki, boynumuzu alırıq, səhv etmişik. Bəli, boynunuzu alın, üzr istəyin, bu söhbət bağlansın. Biz də qadınlarıq. Bizim ürəyimiz yumşaqdır. Bizdə empatiya var. Kişilərdən fərqli olaraq. Biz keçərik, elə bilərik ki, bir küləkdir, gəldi getdi. Tələsikdir də, bir ssenari yazılıb, çəkilib, olan olub. Amma belə davam etsə, yox. Yəni həmin videonun altına nə qədər qadınlarımız, özü də fake profildən yox, öz profillərindən kommentariyalar yazıblar. Və çoxsu da çox normal kommentariyalardır. Yəni söyüş falan yoxdur, prosta öz fikirlərini paylaşırlar. Niyə bu video səhvdir? Belə reklam çəkmək olmaz. Və Talih Yüzbəyov çıxıb belə səhvini boyuna almaq əvəzinə, üzr istəmək əvəzinə, orada statistik bir kişi kimi story paylaşır və qadınları isteriçka adlandırır. Yəni biz isteriçkayıq. Tumanımızı başımıza çəkmişik, oturduğumuz yerdə bizi isteriçka. Siz hələ isteriçka nədir bilmirsiniz. İsteriçka görmək istəyirsiniz. Mən sizə göstərərəm isteriçka olmaq nədir. Qadınlara yuxarıdan aşağı baxırsınız. Mən sizə qadınların gücünü nədir göstərərəm. Allah, mən bu mövzulara toxunmaq istəmirəm. Bilmirəm fikir vermisiniz yoxsa yox. Son 2 aydır mən ancaq humoristik kontent çəkirəm. Çünki özüm bezirəm negativdən. İstəyirəm ki, həm özüm əylənim, həm sizə əyləndirim. Pozitiv bir səhifəm olsun. Amma mən bu mövzuya toxunmasam, mən buna video çəkməsəm, mən ürəyim partlayar. Başa düşürsüz? Mənə bəs maraqlıdır ki, bu Almond'un marketinq departamenti var da, orada qız, oğlan, qadın, kişi də hamı işləyir. Bir adam çıxıb demədi ki, bu nədir biz eləyirik, bu nə ssenaridir, bu nə videoda biz çəkirik reklam üçün. Demədi. Yəni və məsələ orasındadır ki, görə sözlərimi saxlayıram sabaha da video üçün, çox xeyirli demirəm. Məsələ orasındadır ki, Talih Yüzbəyov kateqoriyasına görə mən ikinci kateqoriyadayım. Mənim dodağımda nə dolğu var, nə ağzında vinir var. Özə vinil yox, vinir. Okay? Üzümdə filler yoxdur. Dırnaqlarım özümünkidir. Yəni mən ikinci kateqoriyadayım. Amma bu demək deyil ki, mən o bir qadınlardan yaxşıyam. O videodakı jestlər, mimikalar, əlini sinəsinə qoyub özünüz cavab deyirsiz demələr. Vallah, baxanda adamı elə bir gülmək tutur ki, sanki qarşımızda Qutlar vadisində intiqam andı içən Süleyman Çakırdı. Aya Prima'nın necə biri olduğunu onun azdan çoxdan videolarını izləyən bilir. Bəs sizcə bu varlıq düz deyir, yoxsa yox? Fikirlərinizi şərh bölməsində yazmağı və bu kimi videoların davamı üçün kanala abunə olmağı unutmayın. Növbəti kadrlarda görüşənədək.